Mən Vəkil Qasımov Turası salamlayıram və bu gün bir məsələyə toxunmaq istərdim. Vətəndaşlar bizə müraciət edərək soruşurlar ki, torpaq sahəsini alanda hansı risklər onları gözləyir və nəyə diqqət yetirmək lazımdır? İlkin olaraq qeyd etmək lazımdır ki, torpaq sahəsini alanda torpaq sahəsinin hüquq mənedici sənədini siz yoxlamalısınız. Belə ki, əgər hüquq mənedici sənədi çıxarışdırsa, yəni Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti tərəfindən torpaq sahəsi qeydə alınıbsa, həmin torpaq sahəsinin texniki pasportu mövcuddur və texniki pasport üzrə siz onun koordinatlarını müəyyən etməlisiniz. Belə ki, çox hallarda biz rast gəlirik ki, vətəndaş sənəd üzrə bir torpaq sahəsi alır, amma texniki sənədləri digər torpaq sahəsinin üzərinə düşür. Və bundan ötürü siz özünüzü sığortalamaq üçün müraciət edirsiniz Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə və torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini xahiş edirsiniz. Torpaq sahəsi alınanda ikinci bir məsələ var ki, ona diqqət yetirmək lazımdır. Torpaq sahəsinin təyinatı. Yəni torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaq sahəsidirsə, həmin torpaq sahəsinin üzərində siz rahat şəkildə fərdi yaşayış evi tikə biləcəksiniz. Yox, əgər torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsidirsə, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikilməsi problemlidir və qanunla qadağan olunur. Bir çox hallarda vətəndaşlar bizə müraciət edərək bildirirlər ki, torpaq sahəsinin koordinatları real koordinatlardan üst-üstə düşmür və belə bir vəziyyətə düşməməkdən ötəri siz torpaq sahəsini almaqdan öncə həmin torpaq sahəsinin real koordinatlarını müəyyən etmək üçün Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. Hüquqlarınızı bilmək üçün abunə olun.